Salam hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bu gün məlumat vermək istəyirəm pensiya çıxmaq istəyən şəxslərə ki, yaşa görə, əyriyə görə vaxtından əvvəl necə pensiya çıxmaq olar. Əgər kiməsə maraqlıdırsa, videonun sonuna qədər izləsin. Hörmətli izləyicilər. Eyni zamanda sizdən xahiş edirəm. Videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə məlumat olsun. Mən bilirəm, bu videonu əyriyə olan şəxslər izləyəcək, pensiya çıxmaq istəyən şəxslər izləyəcək. Ona görə sizdən xahiş edirəm, mən özüm də əyriyə olan şəxsəm. Yəni, əyri arabasındayım, sizin hamınızın dəstək istəyirəm. Kanalımın bağlanma təhlükəsi var. 4300 abunə çatmır ki, yəni 10.000 abunə olsun. Dəstək olaraq bir-birimizə abunə yığaq, hörmətli izləyəcək. Kanala abunə olun ki, həm də digər şəxslərin bu barədə məlumat olsun. Eyni zamanda mən onu qeyd edim ki, əyri olan şəxs kimi, hüquqşünas kimi və əyri təşkilatın rəhbəri kimi dünyanın 40 tanınmış əyriləri haqqında bu kitabı hazırlamışam. Motivasiya kitabıdır. 20 manat satacaq. Qoy hamı bilsin. Bir də xahiş edirəm, hörmətli izləyicilər. Mənim 1700-dən artıq şərtdən birlikdə videom var. Daha fayda götürür sizə kanala dəstəkçinin iyanə edin. Qeyd olunan kart nömrəsinə. Hörmətli izləyicilər, zəhmət olmasa. Yəni keçən mövzuya ki, əyriyə görə, yaşa görə pensiya necə çıxmaq olar? Bilirsiniz, qanunvericilikdə qeyd olunub ki, 25 il əmək stajı olmalıdır və ya pensiya kapitalı. Qeyd edin ki, ağır şəraitdə işləyən şəxslər vaxtından əvvəl pensiya çıxa bilər. Qadınlar əgər 10 il işləyirsə, kişilər 12 il 6 ay işləyirsə. Amma orada qanunda bir incəlik var. Qeyd olunur ki, 2006-dan 2018-ə qədər işləyən şəxslər, istər qadın olsun, istər kişi, bir gündə işləyibsə, 1 manatda pensiya kapitalı varsa, artıq 25 il əmək stajı dövlət tərəfindən ona hədiyyə olur həmin şəxsə. Bu deməli ki, ağır işlə, yəni belə deyək, qadınların 10 il işləməyinə, kişilərin 12 il 6 ay işləməyinə ehtiyac yoxdur. Və ya əyri olan şəxslər əmək yaş dövrünə görə, yəni əmək yaş dövrü nə deməkdir? Yəni 15 yaşından hesab olunur, neçə yaşında əyri olacaq o dövrə qədər birinci qrup. Məsələn, 30 yaşına qədər, 40 yaşına qədər hər yaş dövrü üçün 4 ay əmək stajı olmalıdır. Hesab edin ki, 30 yaşına qədər olmalıdır, deməli 60 ay. Yəni belə 60 aydır götürəndə nə qədər? Deməli 60 aydır hardasa 5 il. Ümumi götürəndə 5 il staj olmalıdır 30 yaşına qədər. Hörmətli izləyicilər. Amma həmin qanuna baxanda görürük ki, bir gündə əyri olan şəxsi işləyirsə, birinci qrup əyri olsa, artıq belə deyək də, ona pensiya təyin olmalıdır əyriyə görə. Eyni zamanda yaşaya görə şəxsi işləyibsə, həmin dövrdə 2006-dan 2018-ə qədər ona 25 hesab olunur. Vaxtından əvvəldəki, dediyim kimi, şəxs yenə həmin dövrdə 2006-dan 2018-ə qədər işləyibsə, bir gündə işləyirsə, həmin müddət hesablanır. Burada bir incə məqam var, yeni iki var qanunda qeyd olunur ki, əgər vaxtından əvvəl pensiya çıxmaq istəyən şəxs vaxtında harasa və ağır şəraitdə işləyibsə, Nazirlər Kabineti sahəsinə uyğun olaraq, hörmətli izləyicilər, həmin yer bağlanıbsa, əmək kitabçası əsas götürülməlidir və ya AXB idarəsinə arayış, hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də budur, mütləq qaydada. Yəni, bu nə deməkdir, hörmətli izləyicilər? Qabaq deyirdi ki, falan yerdə işləmirsə, siyahıya düşür, amma ki, həmin idarə bağlı daha düşmür. Amma indi artıq elə deyil. Əmək kitabçası və ya arayış ki, falan yerdə işləmirsə, o kifayət edir, hörmətli izləyicilər. Sizə pensiya təyin olsun vaxtından əvvəl. Eyni zamanda o qeyd edin ki, vaxtından əvvəl pensiya çıxan şəxslər 2 növ pensiya hesablanır bilər. Yəni, ikisindən birini seçə bilər. Pensiya kapitalına uyğun olaraq, bir də əmək haqqına uyğun olaraq. Yəni, son əmək haqqını qırarsa, ona uyğun hesablana bilər. Sonda qeyd edin ki, ətraflı hüquq məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. WhatsApp vasitəsilə, nəsə var, səslə göndərin, zəhmət olmasa. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi, eyni zamanda əyani hüquq məsləhətinin verilməsi
madde hürmetli izleyiciler. Bir daha kaydeden kimse videodan bakıp faydalanırsa imkan dahilinde abone olsunlar, desteklesin bütün kaydeder. Videonu beğensinler ve iade etsinler hürmetli izleyiciler. Vacip bir meseleden biri. Hamımıza teşekkür ederim desteğe göre. Gelin bizi bir yeni bayramına kadar bu 10.000 abone yığa 10.000 diyene daha düşünün bize 4.300 abone lazımdı. 4.300'ü biz istesi bir hafta yığar. Gelin biraz aktif olalım dostlar zahmet olmasa. Dikkatinize göre sağ olun. Sağ olun.